Want to take an interview? Please. Deməli intervyu istiyorsunuz. We have still 2 hours. So be so kind, Buyurun. not right yet. Hələ 2 saatımız var. This is absolutely an honest, Amma hələlik heç simple... bir şey yazmayın. Çünki bu intervyu yox, açıq söhbət olacaq. Not long ago, Mən bu yaxınlarda Fransanın cənubunda Klod şəhərlərinin birində çıxış edirdim. Konsertdən sonra məni sümük vərəmlə tutulmuş xəstələrin sanatoriyasına dəvət etdilər. Mən xəstə adamları sevmirəm. Buna görə də ora getmək istəmirdim. Lakin imtina etmək yaxşı düşməzdi. Məcbur olub getdim. Məqsədim isə bu idi ki, 2-3 mahnı oxuyub tez geri qayıdım. In the very large hall with a view of the sea through windows. İri zalın pəncərələri dənizə açılırdı. Xüsusi şezlonglarda xəstələr oturmuşdular. Tamamilə hərəkətsizdilər. Hamısı son dərəcə ağır halda idi. Heç kəs boynunu tərpədə bilmirdi. Elə bil qurumuşlar. Yalnız əlləri hərəkət edirdi. Hərəsi bir güzgü tutmuşdu. Onlar güzgüdəki əksimi izləyirdilər. Mən oxuyurdum. Onlar mənə əl çala bilmirdilər. Çünki əlləri boş deyildi. Mən onlara 30 mahnı oxudum. Onların gözləri heç yadımdan çıxmır. And tears ran down their cheek. I was crying that evening, but I was very happy and I am very grateful to God that I could give people Mən ağladım o what gecə, others couldn't. amma xoşbəxt idim. Allah'a şükür dedim, çünki mən insanlara lazımlığımı artıq dərk etmişdim. Promised them to come there again. Mən onlara söz verdim ki, yenə görüşəcəyik. Əgər mən bir də onlar üçün oxumasam, rahat ola bilmərəm ömrümün axırına qədər. İnsanlar həyatda həmişə biri-birinə borcludular. Hərdən ona heyfslənirəm ki, əlimdən yalnız oxumaq gəlir. Özümü həmişə belə hallarda günahkar hesab eləyirəm. Bu da məni narahat edir. Bilmirəm fikrimi düzgünmü ifadə edirəm. Bir sözlə, biz hamımız başqaları qarşısında günahkarıq. Hər bir kəs kiməsə, nə vaxtsa borclu qalıb. Siz necə belə hisslər keçirirsinizmi? Yox, No, keçirmirəm. I have not. Well, you are a happy man. Onda siz xoşbaxt adamsınız. In any case, you are happier than me. Hər halda məndən qat-qat xoşbaxtsınız. Yəqin, elə mən də onun sualına eynilə sənin kimi cavab verərdim. Lakin əslində bu suala heç kəs düzgün cavab verə bilməz. Dostumuz psixoloqların günah kompleksi adlandırdığı azara tutulub. Əsəbləri yerində deyil. Nə bilim, bilmirəm. Ola bilər. Yadındadır, bir dəfə burada yıxılmışdın. Bütün sağ tərəfin sıyrılmışdı. İynəzat vurdular sənə. Yaman da fəxr eləyirdin. Bizim də sənə bağlılığımız tuturdu. Bəlkə heç mən deyildim o. Mənim başıma gəlməyib bu əhvalat.
Elə bir başqa aləmdir. Vaxtilə biz orada yaşamışıq, ancaq indi ondan həmişəlik ayrılmışıq. Sən bizimkiləri görüb eləyirsən. Hərdən bir. Rasim bizim məktəbdə dərs deyir. Cahangir Neftaşlarındadır. Teymur Nazir mavinidir. Qara Volqada gəzir. Bəs Nadir? Nadirlə tez-tez görüşürsən. Yox, Nadiri çoxdandır ki görmürəm. Elə görüşmək istəyirəm, ancaq heç vaxt olmur. Bəlkə mən həddən ziyadə gövrəyəm. Amma hərdən könlümə düşür ki, kaş keçmiş təkrar olaydı. Kino kimi. Həmişə yox. Tutalım hər 5-10 ildən. Belə ki, düşünə biləsən. Səhvini düzəldə biləsən. O pis olmazdı. Amma bilirsən, mən heç bir şey düzəldmək istəmirəm. Mən məmnuniyyətlə baxardım hər kadra, hər epizoda. Amma heyf ki, çox az vaxt verilir bizə. Ən uzağı 30 yaşında cavanınla vidalaşırsan. Bura bax, təsəvvür elə ki, birdən ərin çıxır bizim qalağımıza. Boksçu, idman ustası, üstəlik də ağır çəkidə. Hardan bildin ki, o boksçudur? Özü də ağır çəkidə. Həm də özgələri onun arvadına yanaşanda yaman əsəbləşir. Heç bilirsən, sənlə görüşməyə mən nə qədər şadam. Mən də şadam. Şadam ki, biz bugün rastlaşdıq. Bilirsən, təkcə ona görə yox ki, biz keçmişi yadımıza saldıq. Mənə ver əlini. Heç bilmirəm, vallah. Xahiş edirəm, biraz yaxın gəlin, diqqətli olun. Bu divanxananın içəri həyətidir. 14-cü əsrdə tikilib. Gördüyünüz bu tikintilər memarlıq sənətinin ən nadir nümunələrindəndir. Otaqlara fikir verin, çox nadir üslubdadır. Memarın adı məlum deyil, güman ki, yerli sənətkarlardandır. Qaydandan sonra Nadir'i heç görməmsən? Yox. Həyatım həyatdır ki, dəlixanadır. Evə ancaq yatmağa gedirəm. Sən necə görmüsən onu? Az. Mən elə gedəndən sonra elə bil məndən soyuyub. İşləri o qədər yaxşı deyil. Gətirmədi onunki. Əvvəllər pis dolanmırdı. Sürücü işləyirdi. Sonra avariyə düşdü. Xəstəxanada yatdı. 2 dəfə yanına getdim. Yaman soyuq danışırdı mənimlə. Dayandır. Belə bir təhər olmuşdu. Yaralı olduğuna görə yox. Xəstəxanadan çıxandan sonra
İşləri lap pis getdi. Avariya vaxtı biri ölmüşdü. Sübut eləmişdilər ki, günah Nadirdə olub. Neysə, gətirmədi onunki. Bəyəm sən bilmirdin bunları? Yox, birinci dəfə də eşidirəm. Bugün yəqin ki, mənə zəng eləyəcək, danışaram oyuna. Çoxdan istəyirəm bir onu görüm, söhbət eləyim, amma heç vaxt olmur. Danış olmasa Allah. Ona təsir eləyən bircə sənsən. Heç ağlıma sığışdıra bilmirəm. Nadir hara, qazanma hara. Mən də sənin kimi ağlıma sığışdırmıram. Necə olub ki, sən bunları bilməmisən? Gəlib çatdıq, çox sağ ol götürdün. Hələ də burada olursan? Yaxşı. Haçan görüşəcəyik? Harda? Nə bilim, görüşərik də, nə çoxdur yer. Filarmoniya, teatr, Cıdır meydanı. Xeyr ola. Cıdıra gedirsən? Yox, fikirləşdim ki, harada görüşə bilərik səninlə. Telefonu ver mənə. Bilirsən Zavur, sən telefonunu ver, özüm zəng vurub taparam səni. Aydındır. Buyur. Ev və iş telefonum. Gözləyəcəm sənin zəngini. Əgər zəng vurmasan, gəlib bir-bir bu evin mənzillərini gəzəcəyəm. Axırı tapacağam səni. Ərin lap çənəmi çıxartsa da, məni şülküt eləsə də, gələcəyəm. Mənim ərim yoxdur. Ayrılmışıq. Özü də ərim boksçu olmayıb. Amma məni axtarmaq lazım deyil. Dedim ki, zəng eləyəcəyəm. Mətələm sənə, Zavur. Heç hiss eləmirsən ki, gör nə qədər vaxt keçib və biz də